İspat edin ki, diagonalları perpendiküler olan parallelogram rombdur. Bax, diagonalları... 12-ci sınıf ispatı. 12-ci sınıf ispatında bu eləyir. Hə, heç nə, baxaq da. Bax, diagonallar perpendikülərdir. Qulaq asın. Diagonalları perpendikülərdir deyir. Belə deyiləm. Bax, məsəl üçün aşılar. Özümdən bir işarələmə aparıram. Tərəflərə bir dənə C deyir, hə? Nə deyir aşılar, nə tər işarələyir? Bura bir dənə D1, D1 deyər. Siz bilirsiniz ki, paralelogramda diagonallar kəsişir, kəsmə nöqtəsində yarı bölünür, düzdürmü? Bura bir dənə D2, D2 deyər. Yenə diagonallar kəsir, kəsmə nöqtəsində yarı bölünür. Sonra məsəl üçün paralelogramdırsa qarşı tərəflərə A, qarşı tərəflərə B deyir. Düzdür? Əgər sən perpendikulyardır deyirsənsə, ona Pifagor tətbiq edir. Deyək ki, D1-in kvadratı istəyəcək, D2-in kvadratı Pifagora görə B-nin kvadratına bərabər. Sonra deyirsən ki, bu üçbucağa görə də D2-in kvadratı istəyəcək, D1-in kvadratı bərabərdir bu dəfə nəyə? A kvadratına. Və deyirsən ki, bu ifadədə sollar bərabər olduğuna görə mütləq ki, sağlar da bərabərdir. B kvadrat bərabərdir A kvadratına. Kvadratları bərabərdirsə, özləri də bərabərdir. Özləri bərabərdirsə, bütün tərəfləri bərabərdir. Bərabər olduğuna görə, bütün tərəfləri bərabər olduğuna görə adı rombdur. Qutardı.